sabahınız xeyir olsun, hörmətli Şahidin TV izləyiciləri. İlk öncə Sılğımızı bir olan Allahın adıyla salamlayırıq. Bu günlərim 26 yanvar 2026-cı tarixdə 1-ci Vətən Müharibəsinin qəhrəman şəhidi Orucov Pərviz Axlıxanoğlunun cənnətdəki anım günüdür. Anım günüdür və bu məqsədlə biz Şəhidlər Xiyabanındayıq. Biz həmişə Şəhidin TV olaraq heç bir şəhidimizə, qaizimizə xətt qoymuruq. Bizim üçün şəhid, vətənimizin bir adı var. Azərbaycan, şəhidimizin bir adı var, şəhid. Bu şəhidlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçib şəhidliyə, şəhadətə bildirmişlər. 1-ci Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş Orucov Pərviz Axlıxanoğlu Bakıda doğulmuşdu. 93-cü ilin yanvar ayının 26-sında şəhadətə yüksəlib şəhidlik zirvəsini çalmışdır. Və Pərviz qardaşımızın timsalında bütün şəhidlərimizə məkanın cənnət, məqamların ucu olmasını arzulayırıq. Və Azərbaycan Respublikası şəhid ailələri, müəllimləri və Müharibə Vətəndaşı Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov adından və Şəhidin TV kollektivi adından şəhidimizin doğmalarına, bacılarına, valideynlərinə, qohum əqrəbalarına Allah'tan səbir deyirik. Allah səbrimizi versin deyirik. Və bizi bu günlərin bu tədbiri təşkil edən, bu tədbirin təşkilatçısı olan Simara xanım dəvət etmişdi. Mən elə Simara xanıma özləri təşəkkürümü bildirirəm ki, hər zaman şəhid tədbirlərində bizi çağırır və Şəhidin TV-də işıqlandırılmasını istəyir. Elə bu anda istəyərdik ki, Simara xanım da bu tədbir haqqında öz fikirlərini bildirsin. Buyurun Simara xanım. Öncəliklə hər bizi salamlayıram və Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizin daim anırıq, ziyarət edirik. Gələn ayaqlarınız var olsun, çox sağ olun ki, dəvətimizi qəbul edib şəhidimizin ziyarətinə gəlmişsiniz. Buna görə isə özlərinin minnətdarlığını bildirirəm. Orucov Pərviz mənim sinif yoldaşımdır. Biz 40 ilə yaxın idi ki, sinif yoldaşlarımızla görüşmürdük və Pərvizin şəhid olmağından mənim xəbərim yox idi. Və biz sinif yoldaşlarımızla görüşlərin birində mən bildir məlumatım oldu ki, Azərbaycan torpaqları uğrunda mənim 2 sinif yoldaşım şəhid olub. Biri Orucov Pərviz, biri də Seymur qardaşımızdır. Yəqin ki, onu da bugün ziyarət eləyərik. Və bunun bacısı Pərvanə mənə deyəndə ki, bəs mənim qardaşım şəhid olub, 26-sı onun anım günüdür. Və mən o an elə qəlbimdən keçdi ki, mən onun anım gününü biz qeyd eləyək. Bir sinif yoldaşı olaraq, bir Azərbaycan vətəndaşı olaraq, eyni zamanda müharibə iştirakçısı olaraq mən də istədim ki, qardaşımızın bir anım gününü qeyd eləyək. Bu münasibətlə də elə sinif yoldaşlarıma öz məlumatımı bildirdim. Onlar da sağ olsunlar, çox yüksək səviyyədə qəbul elədilər və bu anım gününü keçirmək üçün dəstək oldular. Sağ olsunlar. Nəbim Pərviz başda olmaqla bütün şəhidlərimizin ruhu şad, məkanı cənnət, məqamı uca olsun və burada yatan bütün şəhidlərimizə hamısını salamlayıram. Əskər salamı verirəm. Və sizə də Şəhidim TV kollektivi olaraq Səbinə xanıma, sizə özləri minnətdarlığımı bildirirəm ki, siz də daim şəhid ailələrinin yanındasınız, qazilərin yanındasınız, onların həyat və yaradıcılığını, həyat yollarını işıqlandırırsınız, tarixi hərk edirsiniz. Buna görə də şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm. Simara xanım, bizə təşəkkür etmək lazım deyil. Hər bir Azərbaycanlı, əgər hər bir kəsin qanında Azərbaycan qanı axan hər bir kəsin borcudur ki, şəhidlərimizi hər zaman ziyarət edib, şəhidlərimizi unutmayaq, unutturmayaq. Və gələcək nəsillərə də bunu çatdıraq ki, heç bir vaxt şəhidlərimiz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qoruyan oğlanlarımız və belə qəhrəman qardaşlarımızı, şəhidlərimizi heç vaxt unutmasınlar. Və bu bütün Azərbaycan xalqının borcudur ki, şəhidlərimizi ziyarət eləsin. Bura Şəhidlər Xiyabanı bizim ant yerimizdir. Müqəddəs bir ant yerimizdir. Mən bu anda elə istərdim şəhidimizin bacısı Pərvanə xanımla bildadır. İstərdik Pərviz qardaşımız haqqında Şəhidin TV izləyicilərinə kiçicik də olsa bir tanıtma versin. Pərviz necə bir qardaş olub, necə harada doğulub, necə də döyüşüb. Mən qardaşım Orucov Pərviz Axlıxanoğlu 1971-ci il mart ayının 16-sında Bakı şəhərində dünyaya göz açıb. Sonra biz Sumqayıt şəhərində yaşamışıq, orada oxumuşuq, orada qutarmışıq.
əskərliyini, hərbi xidmətini Sovet ordusunun sıralarında başa vurub. Gələndən sonra ki, bu məlum hadisələrlə bağlı, Azərbaycanda olan bu hadisələrlə bağlı özü könüllü surətdə Çingiz Mustafayevin çağırışı ilə Qarabağ torpaqlarının müdafiəsinə gedib. Bir müddətdən sonra xüsusi təyinatlara qoşulub, xidmət edib, döyüşüb neçə il. Sonra Ağdam uğrunda gedən döyüşlərdən 1993-cü ildə yanvar ayının 25-i axşam şəhid olub, amma 26-sı torpağa tapşırılıb. Bu şəhidlər xiyabanında mənim qardaşımın çox yaxın dostları, yoldaşları, hamısı əbədi uyuyorlar. Mənim qardaşım vətəni sevən, xalqını sevən, millətini sevən, vətənpərvər oğlan idi. Çox mehriban oğlan idi. Hamımızın əzizi olub. Çox gözəl xatirələrimiz var onunla bağlı. Təsvir edirəm ki, anam da onun həsrətindən dünyasını dəyişir. Bugünkü gündə mən sizə, başda sizin kollektiviniz olmaqla, hər birinizə, Simarə bacım olmaqla, hər birinizə təşəkkür edirəm diqqətiniz üçün. Çünki belə diqqət biz şəhid bacılarını, şəhid ailələrini həqiqətən çox duyğulandırır, çox təsəlli olur bizi üçün ki, unutmayıblar. Xalqımız, millətimiz, insanlarımız vətən uğrunda canından, ömründən keçənləri unutmuyor. Bu da bizim təsəllimizdir. Ən böyük təsəllimiz də odur ki, şəhadətin necə bir zirvə olduğunu anlayırıq və biz bir müsəlman olaraq biz bilirik ki, şəhadət İslamda nə deməkdir? Allah dərgahında şəhidin hörməti, izzəti necədir? Onun şəfayətinə möhtacıq. Ümid edirəm ki, inşallah ki, bizim bütün şəhidlərimiz, ta birinci şəhidimizdən axırıncı şəhidimizə qədər bütün şəhidlərimiz cənnətin ən gözəl yerində mükafatlandırılıblar. Allah sizin hər birinizdən razı olsun, Allah sizin hər birinizin ömrünə bərəkət versin. Şəhidlərimizə mütəal Allahdan qəni-qəni rəhmət, qazilərimizə can sağlığı, müharibə iştirakçısı veteranlarımızın ömrünə bərəkət versin Allah. Xalqımıza, millətimizə bir daha müharibə, çətinliklər göstərməsin. Cavanlarımız yaşasın, ömürləri uzun olsun, yaxşı yaşasınlar, gözəl yaşasınlar və tarixlərini unutmasınlar, keçmişlərini unutmasın. Bir xalq əgər tarixini unudursa, onun gələcəyi olmaz. Tarix unudulmamalıdır ki, bizə örnək olmalıdır, cavanlarımıza dərs olmalıdır. Biz bilməliyik. Bu boyda şəhidlər xiyabanlarında uyuyan qardaşlarımız nəyə görə şəhid oldular? Allah sizin hər birinizdən razı olsun. Təşəkkür edirəm. Diqqətiniz üçün. Onu da demək istəyirəm ki, Zabit qardaşım Pərvanə bizlə oxuyur. Bunlar bacı qardaş bizlə bir sinifdə oxumuşuq. Pərvanə, onu da deyim ki, Şübhə xanım da o sənin kimi qardaş arasında yaşayan bir xanımdır. O da qardaşına 92-ci illərdə gedən döyüşlərdə şəhid oldu və biləndə ki, mən qardaşı şəhid olan bacının yanına gəldim. Dedim, mən də aparama. Hər halda dərdimiz birdir. Şübhə xanım da İyi ki, cəmiyyədə siz desəydik. Ben şehit bacısıyım, şirinler bacısıyım. Hem gülerim hem ağlarım, ağlayanın bacısıyım. Ben Yaver Səfərovun bacısıyım. Bir Yaver şehit oldu. O benim kardeşim, onun əvəzindən 30.000 kardeş kazandım. Bütün şehitler hamısı benim kardeşimdir. Onların bacıları da benim bacımdır. Allah hamımıza səbir versin. Amin. Allah rəhmət eləsin. Məkanları cənnət olsun. Buyurun, danışmaq istəyən, ürək sözlərini bildirmək istəyənlər. Yaver Səfərovun bacısıyam. O 1955-ci ildə Bakı şəhərində Uzovna qəsəbəsində anadan olub. Baxmayaraq ki, özümüz Füzuli rayonu Şükürbəli kəndindənik. Sonra Birinci Vətən müharibəsində də 1994-cü ildə yanvarın 6-sında şəhid oldu. 9-da Bakıxanov qəsəbəsindəki şəhidlər xiyabanında dəfn olundu. Hansı rayon uğrunda gedən döyüşlərdə? Füzuli rayonu uğruna gedən döyüşlərdə. Hətta onu da qeyd edeyim ki, Yaver Səfərov anamın qəbrinin üstündə şəhid oldu. Orada döyüşlər gedərkən özə qrantomyot atamaydı. Biz heç vaxt şəhidlərimizə rəhmət oxumuruq. Çünki hər zaman söyləyirik ki, şəhidlər ölməz, vətən bölünməz. Ona görə də biz hər zaman şəhidlərimizə salam olsun deyirik. Salam olsun şəhidlərimizə. Allah Teala bir daha cəmi şəhidlərimizin məkanın cənnət məqamlarını etsin. Amin.
Allah Teala bir daha Azərbaycan xalqına bayrağa bükülmüş gəlmiş şəhid nəsib etməsin, analarımızın gözü yaşlı olmasın. Hörmətli Şəhidin TV izləyiciləri, onu da qeyd edin ki, Simara xanım özü də 1-ci Vətən müharibəsinin iştirakçısıdır və mənim özüm də qaziyəm, 1-ci, 2-ci Vətən müharibəsinin iştirakçısıyam. Biz bəyəklərim bacımız söylədi ki, heç vaxt unudulmamalıdır. Ağırlı, acılı günlərin, çox çətin günləri keçirdən insanlar heç vaxt o qardaşları, bu qardaşları unutmurlar. Çünki onların çin-çiyinə hər zaman döyüşdükləri insanlardır. Bunu sizə bildirmək istəyirəm ki, Pərviz tək sizin evdən yox. Bütün eldən, obadan getdi, bu millətdən getdi. Pərviz nəinki sizin qardaşınız, bütün xalqımızın qardaşıdır. Nəinki Pərviz və Pərvizin timsalında bütün şəhidlərimiz. Bir daha Şəhidin TV kollektivi adından Azərbaycan Respublikası şəhid əlilləri və mariyetlərinin müdafiəsi İctimai Birliyi Sədri Tahir Məmmədov adından sizlərə Allahdan səbir diləyirəm. Allah səbrinizi versin. Çox sağ olun, Allah razı olsun. Hörmətli Şəhidin TV izləyiciləri, biz Şəhidlər Xiyabanının girəcəyində 1-ci Vətən müharibəsinin qəhrəman iştirakçılarını gördük, dostlarını, qazilərini gördük. Və qeyd etdiyimiz kimi şəhidlərimiz heç vaxt unudulmur. Əslən də bu ağırlı, acılı döyüş yollarını keçən qardaşlarımız, bacılarımız tərəfindən Şəhidlər Xiyabanında hal-hazırda bizim 1-ci Vətən müharibəsinin döyüşçüləri, qaziləri, iştirakçıları buradadır. Və bu Şəhidlər Xiyabanında biz qardaşlarımızın yaxın dostları, şəhid qardaşlarımızın məzarı var, ziyarətə gəlmişlər. Biz bir daha Allahdan bütün cəm şəhidlərimizin məkanın cənnət, məqamlarımız olmasını dilərik. Şəhidlərimizə salam olsun deyirik. Çünki şəhidlərimiz heç vaxt ölmür. Şəhidlərimiz hər zaman yaşayır. Şəhidlər o vaxt ölür ki, unudulanda. Və bizim kimi bu cür qəhrəman Azərbaycanın övladları varsa, oğulları varsa, igidləri varsa, bu şəhidlərimiz heç bir zaman unudulmayacaqdır. Elə bu anda istərdik ki, Nərmanov rayonunun Veteranlar Birliyi oldu da sizdə. Veteranlar Birliyi sədrinə söz verək, Qurban müəllimə. Çünki Qurban müəllimin başında bu qardaşlarımız, müharibə iştirakçılarımız yığılıb, şəhidlərimizi ziyarət edilmişlər. Buyurun Qurban müəllim. Əlbəttə, mən hamınızı salamlayıram. Bugün bizim şəhidlərin, bizim döyüş yoldaşlarımızın ildönlüdür. Hər zaman onların ruhları qarşısında baş əyirik. Çünki onlar bizim qardaşlarımızdır. 93-cü ildə yaradılmış bizim Nərmanov rayon Könüllülər batalyonu olub. O batalyonun uşaqları deyildi. Hər zaman gəlirik bunların məzarlarını, bütün şəhidlərimizi hamısını yad edirik. Əlbəttə, siz dediyiniz kimi şəhidlər ölmür. Nə vaxt ki, Azərbaycan xalqı var, şəhidlərimiz daim yaşayacaq. Yəni, bu günləri şükürlər olsun ki, alnı açıq, biz ziyarətimizi eləyə bilərik. Müzəffər Ali Başkomandanın rəhbərliyi altında ordumuzun yüksək peşəkarlığı sayəsində torpaqlarımız işğaldan azad oldu. Mənfur düşmənə qalib gəldik və Qarabağ Azərbaycandır deyirik. Şükürlər olsun bu günümüzə. Bəli, Qurban müəllim, 2020-ci ildə Müzəffər Ali Başkomandanımızın, möhtərəm prezidentimizin qaldırdığı dəmir yumruq altında həmrəy olan, bir olan xalqın sayəsində 2020-ci il noyabr ayının 8-də biz qələbəyə, zəfərə imza atdıq və həmin dəmir yumruq altında, qaldırılmış dəmir yumruq altında həmrəy olan, bir olan xalq və bugünkü gün yenə də öz həmrəyliyini, birliyini göstərir. Allah Teala cəm şəhidlərimizin məkanın cənnət eləsin, qazilərimizə şəfa versin, müharibə iştirakçılarına uzun ömür, can sağlığı versin. Şəhidlərimiz müqəddəs borcumuzu hər zaman unudulmayacaq. Və imkan verməkdə ki, unudurlar. Buyurun, ziyarətimizi eləyək. Ömründən cüda sağlamdır. Və onunla bizim tədbiri vaxtilə Qubadlı rayonunda döyüşmüş
qazimiz Simara xanım, sinif yoldaşıdır, həm təşkilatçıdır Simara xanım. Bizim şəhidimin bacısı da buradadır Mərdana xanım. Yeni bir sinifdə oxuyublar. Bu günlərin və Simara xanım uzun müddət araşdırmadan sonra məlum oldu ki, hərbi şəhid olub. O bir neçə illərdən sonra sinif yoldaşları yığışıblar. Onunla baxıb ki, Pərviz yoxdur, bir də bir başqa bir sinif yoldaşı deyiblər ki, bu şəhid olublar. Ondan sonra Simara xanım qərar alır ki, elə il dönümündə ziyarət edib. Ümumiyyətlə şəhidlərimizi yad edək. Allah cəm şəhidlərimizə bir daha məkanların cənnət məqamları çevirsin. Allah şəhidlərimizin valideynlərinə, doğmalarına səbir versin. Vətən sağ olsun. Bəli, 26-sı 3-cü ay anadan olub, 26-sı 1-ci ay dünyasında. Torpağa tapşırır. 23. Allah rəhmət eləsin. Teşekkür ederim. Yəni, ziyarət eləyəyə gidelim. Bu bizim şəhidimiz Qurbanov Elçin Çərkəzoğlu. Atası da rəhmətli alim işləyirdi. Yanvarın 7-sində biz o deməli Xalxanlı istiqamətində Bəytəpə yüksəliyi götürəndə belə orada şəhid oldu. Orada biz biraz xeyli şəhid verdik. Bir də yaralarımız oldu. Amma ona baxmayaraq oranı götürdü uşaqlarını. Allah rəhmət eləsin şəhidlərimizə. Gəlin rəhmət deməyən, salam deyək şəhidlərimizə. Salam olsun Hörmətli şəhidim TV izləyiciləri, görürsünüz ki, həqiqətən də o ağırlı, acılı döyüş yollarını getmiş qardaşlarımız heç vaxt öz döyüşçü yoldaşlarını, şəhid qardaşlarımızı unutmur. Və bu bir daha sübutdur ki, Azərbaycan xalqının qeyrətli oğulları, döyüş yollarını keçmiş oğlanlar heç vaxt öz döyüşçü şəhid qardaşlarını unutmurlar. Allah onu şad edin. Salamlar olsun. Ayın 7-sində bu da rəhmətə getdi. Rəhmət Həsənov yaver. Yaxın dostumuz idi, qardaşımız idi. Birinci döyüşə girməmişdən qabaq elə o Bəytəpə istiqamətinə gedən döyüşlərdə oturduq, bir çörək yedik. Dedi ki, mən şəhid olacağım. Dedim, onu Allah bilər. Elə birinci döyüşdə çox qızğın döyüş getdi həqiqətən. Bunlar mənfur düşmən elə istəyirdi ki, Beyləqan istiqamətində Beyləqan götürsünlər. Qarşısında bizim igidləri gördülər həqiqətən. Allah rəhmət eləsin. Həmin günü o ayın 7-sində şəhid oldu. Həsənov yaver. Şəhadət edin. Yox, buradadır, məhəbbət də. Buradadır. Harada? Deyirəm da. Bu yaxşı, Sizə dörtlü yaxşı gəldi ki, mühəbbətimiz məhəbbət deyildi. Məhəbbət deyildi, hörmətli. Yaxşı saz çalırdı. Həmin öz kəndi uğrunda gedən döyüşlərdə Arxanlı istiqamətində, Arxanlı döyüşləri istiqamətində Günlərim oldu. 94-cü 94-cü ilin 9-cu ayı. 1 yanvar ayı. 30 yaş. Bunu aşçıdan orada eləmişdilər. kənddən idi. Arxanlı kəndindən. Arxanlı. Allah rəhmət. Məkanları cənnət olsun. Məkanları cənnət olsun. Bizim kəndimizi alaqdı. En çok şəhid yediğimi de oydu da. Yanvar ayı verdik de. En çok şəhidi yanvar ayı Yanvar verdik. ayında. 94-cü ilin yanvar ayında o vaxtı Qaradiz hadisələrdə. Bəli, həmin istiqamətdə. Yanvarın 7-si idi, yanvarın 28-si idi. Hətta bizim batalyon o vaxtı 5 tane oldu. 5 dənə erməni tankı götürdü. Girovları ilə birlikdə. Hamısı. Ki BMP. Özə bizlə ermənilər döyüşmürdü, ruslar döyüşürdü. Ruslar hamısı tankisti tutduq orada mayor idi, Jenya, Rus idi. Yəni ruslarla biz döyüşürdük. Hörmətli Şəhid TV izləyiciləri, bu günlərin biz həqiqətən də uzun illər keçməsinə baxmayaraq, Birinci Vətən müharibəsindən uzun müddət keçməsinə baxmayaraq, hər il gizli də olsa, sədəqə də olsa gəlib öz döyüşçü yoldaşlarını, şəhid qardaşlarını ziyarət edən qəhrəman qardaşlarımızla rastlaşdıq. Allah təaladan sizlərə uzun ömür, can sağlığı arzulayırıq.
Allah sizlərə uzun ömür, can sağlığı versin. Şəhidlərimizin Allah məkanını cənnət eləsin. Bax, sizin kimi qəhrəman qardaşlar yaşadıqca bizim şəhidlərimiz yaşayır. Biz, siz onları yaşadırıq. Və bunu elə etmək lazımdır ki, gələcək nəsillərə də tətbiq eləmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş, şəhadətə yüksəlmiş, şəhidlik zirvəsinə ucalmış şəhidlərimiz heç vaxt unudulmasın. Amin. Biz çox unutulmaz. Bəli. Bizim müqəddəs borcumuzdur. Sizin dəstək olaraq. Yəni, nə qədər canımıza can var, biz hər zaman bunları olsa, biz o çəkilişlərdən həmişə uzaq olmuşuq, gəlmişik. Bilməm, elə ona görə deyirəm ki, gizli gəlmişsiniz hər il. Hər il Müqəddəs 35 olaraq ildir hər il. qarşıda Bu borcdur. Hər bir Azərbaycan, nəinki siz, bütün Azərbaycan xalqı vətəndaşlıq borcumuz. gəlib şəhidlərimizi ziyarət edir. Bu şəhidlər xiyabanı bizim ant yerimizdir. Bu borc deyil, biz hər zaman onların ruhu ilə yaşamışıq. Çünki onların biz o vaxtı bir-birimizə çiyin-çiyinə söykəndə nə ata, nə ana, nə qohum əqrəbə yanımızda olmurdu. Çünki tanımadığımız bir insanla çiyin-çiyinə olur, bir-birimizə dayaq olmuşuq. Onların da ruhları hər zaman bizimlədir. Çünki biz nə qədər ki yaşayırıq, onları elə bütün hər zaman anacıyıq da, hər zaman Mən hər zaman qeyd eləmişəm ki, müharibə dövründə çiyin-çiyinə döyüşən qardaşlar yaxşı günün dostları deyil. Ağırlı, acılı, çox çətin günlərin dostları olduqları üçün heç vaxt unudulmurlar. Mən sizin bax bu birliyinizdə, həmrəyliyinizdə görə sizlərə özlərin təşəkkürümü bildirirəm ki, gör, bax, ağırlı, acılı, çətin yolların yaxın dostları olan şəhid qardaşlarımızı heç vaxt unutmursunuz. Biz və Şəhidin TV kollektiv olaraq biz də hər zaman mübarizə aparmışıq ki, bizim şəhidlərimizə fərq qoyulmasın. Biz də öz adından, batalyon yoldaşlarımız adından Bayaq qeyd etdiyim sizin o kimi televiziya kanalına, saytınıza öz təşəkkürümüzü bildiririk. Can sağlığı versin. İşıqlandırırsınız bizləri. Çox sağ olun, var olun. Bayaq da qeyd etdiyimiz kimi vətənimizin bir adı var Azərbaycan, şəhidimizin bir adı var şəhid, qazimizin bir adı var qazi, müharibə iştirakçısının bir adı var müharibə iştirakçısı veteran. Gəlin heç vaxt şəhidlərimizə, qazilərimizə, veteranlarımıza fərq qoymayalım. Bir olağın, necə ki Azərbaycanımızı bir olduq, həmrəy olduq, bir olduq, zəfərə, qalibiyyətə çatdırdıq, uzun illər işğal altında olmuş torpaqlarımızı azad etdik. Həmin həmrəliyi, birliyi hər zaman qoruyalım. Allah təala bir daha Azərbaycan xalqına yaman gün nəsib etməsin. Bayrağa bükülüb gəlmiş şəhidlərimiz olmasın, analarımızın gözü yaşlı olmasın. Gənclərimiz sülh, əmin-amanlıq içində yaşasınlar, gülər üzlə yaşasınlar, şad firavan yaşasınlar. Allah sizləri bir daha var. Sağ olun, biz də sizə minnətdarıq, təşəkkür edirik, sağ olun. Sizə bildirim ki, bu rəhmətli Malis Məmmədovla biz bir yerdə Samarada qulluq eləmişik əsgərliyə. 90-cı illərdən 91-in 92-nin axırına kimi, belə deyəm. Biz bu vəziyyəti eşidəndən sonra Allah rəhmət eləsin, bir dəqiqə orada dayanmadı əsgərlikdə. Tək onun simasında bizi kimi uşaqlar hamımız yığışdıq, gəldik Azərbaycana biz öz vətənimizə belə deyək də qorumaqdan gəlirik. Qorumaq üçün. Bax, elə təzə gələndə də bu qəhrəmancasına şəhid oldu. Məkanı cənnət olsun. Allah bunun adına küçə də verilib Nəriman orada, Malis Məmmədov küçəsi. Bəli. Təvəkkül Universitetinin arxasında. Tək bunun simasında bütün şəhidlərimizi Allah rəhmət Şad olsun, məkanları cənnət olsun. Eyvazın ən yaxın dostlarından biri olub. Eyni təvəllüdüm, Tələbə yoldaşım olub həm. Bir yerdə oxumuşuq, cəbhədə də bir yerdə döyüşmüşük. Bu da qəhrəmancasına şəhid oldu qardaşımız. Allah ruhu şad olsun. Nərimanov rayon könüllülər məhəlləsi hamısı uşaqlar. O vaxtı 90-cı ildə çağırışla yığıldılar hamısı Nərimanov könüllü batalyon tərkibində. Mən bunu hər an zaman, hər an demişəm ki, istər birinci vətən müharibəsində, istər ikinci vətən müharibəsində kimliyindən asılı olmayaraq bir saat belə o vətən müharibəsində iştirak edirsə, həmin insan qəhrəmandır. Çünki o döyüş yolu keçən insanlar bilir ki,
döyüş ne demekti, müharibə nə deməkdir. Bəli. Allah Allah cəm cəm şəhidlərimizə, şəhidlərimizə Bahadur qardaşımızın timsalında bütün şəhidlərimizə məkanımızda Allah şad olsun. və qazilərimizə şəfa versin, müharibə iştirakçılarımıza, veteranlarımıza uzun ömür can sağlığı versin. Təşəkkür edirik ki, daha sizlərə ki, hər zaman gizli də olsa, çəkiliş etmədən də olsa, hər il bu döyüşçü yoldaşlarımızı ziyarət edirsiniz. Allah sizdən də razı olsun. Allah sizlərdən də razı olsun. Çox sağ olun. Təşəkkür edirik. Yoldaşlarım, gene çok sağ olun ki şehidimizin ziyaretine gelmişsiniz. Allah ziyaretinizi kabul etsin. Bu saat Pərvizin ruhu çok şaddı. Bizden her görüşümüzde bir yerde olmasak da onun ziyaretine gelmiştik. Allah o dünyasını versin. Ruhu şad olsun. Benim değerli sinif yoldaşlarım çok sağ olun, var olun. Allah sizden razı olsun. Ben her dəfə, hər bir şəhidin ziyarətinə gedəndə heç vaxt əli boş getmirəm. Bu səfər də, yəni Pərvizimizin əksi həkk olunan bayrağımızı istəyirəm Pərvizin bacısına təqdim edeyim. Allah ruhunu şad eləsin, məkanın cənnət, məqamın uca eləsin. Bu da bizim Pərvanə qəbul edən bilməyimizdə. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Hansınızın sözü varsa Pərvizimiz haqqında xatirələrinizi danışın. Mən 7-ci sinifə qədər sizlərlə oxumuşam. Yəni sizlərdən ayrıldım. Artıq 40 ilə yaxındır ki, biz görüşmürdük. Bu yaxınlarda görüşmüşük. Mən Pərvizlə Seymurun şəhid olduğunu bu yaxınlarda bilmişəm. Düzdür, Vüqarla müharibədə rastlaşmışdıq. O da mənim sinif yoldaşımdır. Bu vaxtda rastlaşmışdıq. Amma onların həqiqətən şəhid olduqlarından mən xəbərim olmuyor. Allah ruhlarını şad edəsin. Məşəqətini cənnət edəsin. Allah bütün şəhidlərin doğmalarını, əzizlərinə səbr versin. Hamımız birlikdə, yəni heç vaxt həyatda yaşadığımız müddətdə, zamanda heç vaxt şəhidlərimizi unutturmayaq. Burada əksəriyyətiniz müəlliməsiniz. Xahiş edirəm sizdən dönə-dönə. Bilirəm ki, edirsiniz, amma yenə də bütün şagirdlərimizə hər dəfə dərsin ilk 5 dəqiqəsini bizim şəhidlərimizə həsr edin. Onların xatirəsini əbədiləşdirmək üçün onların yad edin hər dəfə. Onların beyninə ək edin ki, şəhidlərimizi unutmasınlar və gələcək yaşayışlarına görə, gələcəyə görə biz o şəhidlərimizə borcluyuz. Ruhları şad olsun. Buyur, Bizim sinif yoldaşımız olanda biz bugün hem sevinirik, hem de kədərlənirik. Kədərlərinə görə ki, Pərviz indi aramızda yoxdur. Biz neçə ildən sonra uşaqlar bir-birlərimizi tapmışıq, görüşürük, amma Pərviz aramızda yoxdur. Amma biz onunla fəxr edirik. Həmişə onu yad edirik, çünki o bizim şəhidimizdir, o Azərbaycanın şəhididir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhun şad olsun Pərviz. Siz qeyd etdiniz ki, hər il sinif yoldaşı toplanırsınız, amma Pərviz sizin aranızda deyil. Onu siz yaddan çıxartmayın ki, Pərviz sizin aranızda. Həmişə yadda Şəhidlər heç vaxt ölmür, unudulmur. Ona görə də Pərviz sizin yanınızda hər zaman var. Sizin tədbirlərdə hər zaman var, çünki Pərvizin ruhu sizlərlədir. Allah Teala bir daha Pərvizin timsalında bütün şəhidlərimizin məkanı cənnət məqamlarını etsin və Pərvanə bacımıza da səbir diləyirik. Allah səbrinizi versin deyirik. Cəm şəhidlərimizin valideynlərinə Allah səbir versin deyirik. Vətənimiz sağ olsun, vətənimiz sağ olsun, başınız sağ olsun, Pərvanə bacım. Pərviz qardaşımızın ucaldığı o şəhadət, şəhidlik zirvəsi ən ulu, ən hündür zirvələrdən, yüksək zirvələrdəndir. Biz döyüşənlər də, biz qazilər də, Simara xanım daxil olmaq şərti ilə hamı arzu etmişdir ki, şəhidlik zirvəsini ucala. Allah Teala bizlərə nəsib etmədi. Bu cür gözəl qardaşlarımıza nəsib etdi. Allah Teala necə deyək, bizlərin də məkanın şəhidlik zirvəsinə çatdırsın.
və sizləri var eləsin ki, sinif yoldaşı üçün bugün Pərviz qardaşımızın il dönümündə onu yad edirsiniz. Allah sizlərə uzun ömrünü, can sağlığı versin. Teşekkür ederiz. Biz teşekkür ederiz. Diqqətiniz üçün teşekkür ederiz. Hörmətli Şəhidin TV izləyiciləri, bir daha hamınızı salamlayırıq. Bildiyiniz kimi 26 yanvar 2026-cı il tarixdə biz ilk öncə Bakıdakı 1-ci Vətən müharibəsinin Şəhidlər Xiyabanında olduq. İndi hal-hazırda isə Sumqayıtdayıq, Şəhidlər Xiyabanındayıq. Bizim bugünkü məqsədimiz, bura Şəhidlər Xiyabanına gəlməkdə məqsədimiz həm şəhidlərimizi ziyarət etməkdir, həm də Simara xanımın vaxtı ilə sinif yoldaşları olmuş 2 şəhidin məzarını ziyarət etdik. Təsadüfən biz indi bildik ki, Seymur qardaşımız da 94-cü il yanvarın 26-sı günü şəhid olubdu, şəhadətə yüksəlibdi. Dadaşov Seymur Qurbanoğlu Simara xanımın sinif yoldaşlarına olub. Burada gördüyünüz xanımlar da hamısı Seymur qardaşımızın, Pərviz qardaşımızın sinif yoldaşlarıdır. Hətta burada istərində Pərviz qardaşımızın bacısı da var. Allah bir daha cəm şəhidlərimizin məkanını cənnət eləsin, məqamlarımızı eləsin. Biz şəhidlərə rəhmət gör, həmişə şəhidlərimizə salam olsun söyləmişik. Və bugünkü bu tədbiri təşkil edən Simara xanıma da təşəkkür edirik ki, həqiqətən də şəhidlərimizi heç vaxt unutmağa qoymur, unutturmur. Hər zaman da şəhid ailələrinin, şəhid valideynlərinin, qazilərin yanındadır və təşkilatçılığını eləyir. Bugün də Simara xanım bildirdi ki, 2 sinif yoldaşını ziyarət etmək istəyir. Belə bir tədbir təşkil edilmişdir. Şəhidin TV-ni də dəvət etdik ki, bu çəkiliş edək. Simara xanım, buyurun, özünüz keçmiş bir döyüşçü kimi, müharibə iştirakçısı kimi Təşəkkürümü bildirirəm, çox sağ olun, var olun. Biz yenə bir dediyim kimi sinif yoldaşlarımla təsadüfən bilmişəm sinif yoldaşlarımın şəhid olduğunu. Biz Orucov Pərvizin 26-sı günü, onun anım gününü bilirdik dəqiq. Çünki bacısı demişdik ki, dəqiq 26-sıdır onun anım günü. Eyni zamanda dedik elə Seymurumuzu da ziyarət edək. Və sırf təsadüfdən burada gördük ki, bir il fərq hesabı ilə Seymur da eyni gündə, eyni ayda şəhid olub, şəhadətə. Təsadüfə bax ki, biz eyni zamanda bu ikisini də yəni ziyarət edərdik. Allah ikisinin də, bunlar ikisi də başda olmaqla bütün Azərbaycan torpaqları uğrunda canını fəda verən şəhidlərimizin Allah məqamını uca eləsin, ruhlarını şad eləsin. Nə bilim, yarımçıq qalan talilərinin, nə bilim, Allah o dünyalarını versin. Doğmalarına, əzlərinə Allah səbir versin. Onu da deyim ki, biz Seymurun heç bir yaxınlarından əlaqə saxlaya bilmədik, tapa bilmədik. Çünki onlardan mən çox tez ayrılmışdım. Sinif yoldaşlarım da onların qohumlarına, əqrəbasına hələ tapa bilməmişdik. Yəqin ki, bizi bu Şəhidin TV kanalı ilə yəqin ki, bizi izləyərlər. Əgər Seymurun yaxınlarından, əzizlərindən izləyəcəklərsə, tanıyan olsa çox xahiş edirəm, bizə məlumat versinlər. Ən azından mən Seymurun yaxınları ilə görüşmək istəyərdim. Yəni mən bunlara da nəsə də, yəni heç olmasa Seymur haqqında bir xatirə olaraq onlarla nəsə bölüşmək istəyərdim. Allah ruhlarını şad eləsin. Sizə də minnətdarlığımı bildirirəm, var olun. Gəldiniz bizi ilə bərabər. Sinif yoldaşlarıma öz minnətdarlığımı bildirirəm. Sağ olsunlar, var olsunlar. Bizlə bərabər əziyyət çəkdilər, gəldilər. Allah köməkləri olsun. Həmişə görüşürük, deyirik, gülürük. Amma şəhidlərimiz, qardaşlarımız yanımızda deyil. Sağ olsunlar ki, bir günü də şəhidlərimizin ziyarəti ilə, bugünkü görüşümüz də onların ziyarətinə həsr olundu. Sizə təşəkkürümü bildirirəm. Var olun. Eyni zamanda şəhid bacısı var burada. Şübhə xanım. Allah siz də var eləsin. Çox sağ olun, var olun ki, bizlə bərabər. Onun da qardaşı 92-ci ildə şəhid olubdu. Məqamı uca olsun, Şübhə xanım. Allah əzizlərinə, hamısı şəhidlərin əzizlərinə, doğmalarına Allah səbir versin. Bizim məqsədimiz, düzdür, amalımız, niyyətimiz həmişə ziyarət eləmək olmalıdır. Bizim birinci vətəndaşlıq borcumuzdur, vicdan borcumuzdur. Daim ziyarət eləməliyik. Eyni zamanda məqsəd də ondan ibarətdir ki, Bəyək qardaşım da vurğuladı. Biz şəhidlərimizi unutmamalıyıq, unutturmamalıyıq. Daim ziyarət eləməliyik. Çünki aldığımız hər nəfəsə görə,
hər açılan sabahlarımıza görə indiki nəsil və gələcək nəsil məhz onlara borcludular. Allah ruhlarını bir daha şad eləsin. Var olun. Siz də sağ olun Səbinə xanım. Onların xatirəsini əvvəlləşdirirsiniz. Tarixləri həkk edirsiniz. Allah əziyyətinizi itirməsin. Sümara xanım, biz də Şəhidin TV kollektivi olaraq Martın 7-sində siz başda olmaqla bütün sinif yoldaşlarına, Seymurun və Orucovun sinif yoldaşlarına hamısına təşəkkürümüzü bildiririk ki, bugünkü bugün sinif yoldaşları toplaşıb öz sinif yoldaşlarını, nəinki sinif yoldaşlarını, bütün şəhidlərimizi ziyarət etdiniz. Və mən də Azərbaycan Respublikası Şəhid Əlilləri və Mağlubiyyət Onların Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov adından və Şəhidin TV kollektivi adından bir daha Seymur qardaşımız, Pərviz qardaşımız başda olmaqla bütün şəhidlərimizin məkanın cənnət, məqamlarının uca olmasını dilərim. Və ən axırda Şəhidin TV kollektivi olaraq xahiş edirik ki, Dadaşov Seymur Qurbanoğlu 71 təvəllüdlü yaxınları, qohumları, qardaşları, qardaşı, bacısı və ya qohum əqrabasından kim ki bizim çəkilişə baxacaqsa, Şəhidin TV televiziyasında orada nömrələr var, telefon nömrələri. Əlaqə saxlasınlar və bizə onun yaxın olduğunu və harda olduqlarını bildirsinlər. Bir daha Allah bütün şəhidlərimizin valideynlərinə səbir versin, vətən sağ olsun, Allah Taala cəmi şəhidlərimizin məkanını cənnət etsin. Ruhları şad olsun. Keşiğinde dayanmışım seher akşam gece yarı, yağı düşmem bir de gelmez canım vatan sana sarı. Her bir karış torpağım için can koydular yiğitlerin, tarih yazdı öz kanıyla kurban giden şehitlerin. Nice indi Şuşan açın ağlayırdı için için, gözün aydın Qarabağım başındadır yine tacım. Devletim varam, şöhretim şanım, vügarla dalgalan üç renkli bayrağım. Her zaman sana kurbandı canım, şanlı vətənim Azərbaycanım. Devletim varam, şöhretim şanım, vügarla dalgalan üç renkli bayrağım. Her zaman sana kurbandı canım, şanlı vətənim Azərbaycanım.
Əziz Şəhidin TV izləyiciləri, bizə indi məlum oldu ki, bir şəhidlər xiyabanını ziyarət edir. İki şəhid qardaşımızdan bu günlərim bildiyiniz kimi anım günüydü. Şəhidlər xiyabanını ziyarət etdik və sonra Ehsan süfrəsinə gələndə məlum oldu ki, bu günləri Simarə xanımın həm də doğum günüdür. Biz doğum günü münasibəti ilə Şəhidin TV kollektiv adından Simarə xanımı təbrik edirik. Ona uzun ömür, can sağlığı, ailə səadəti arzulayırıq və tutduğu yolda Allah təala onu heç vaxt büdrətməsin deyirik. Dünyanın xoşbəxtlərindən xoşbəxt olasan. Heç vaxt dinini, dilin, demiyəsiniz, gülüş, təbəssüm və gözəl simanızdan, üzünüzdən əksik olmasın. Allah təala bax bu etdiyiniz xidmətləri layiqincə qiymətləndirsin. Təbrik edirik bir daha. Günlük olsun ki, Simarə xanım, mən demirəm 100 il. Allah təala neçə yazırsa tarihi ömür, onun canı sağlam şəkildə başa bırakır. Mən də özünüzdən də təşəkkür edirəm sizə. Mən heç gözləmirdim. Mən bilirdim, hər bizə görə, yəni sinif yoldaşlarımın da o şəhid olan sinif yoldaşlarıma görə həqiqətən ad günümü qeyd eləmək istəmirdim. Əslində istəyirdim çünki 55 yaşım olur artıq. Yubiley kimi sayılır, istəyirdim eləmək. Sadəcə biləndən sonra ki, biz həmin gündə şəhid olub. Həqiqətən bu yüzden mən doğum gününü qeyd eləmədim. Yaxınlarıma da bildirdim ki, mən bu iki doğum günümü qeyd etməyəcəm. Bunu da gözləmirdim bugünkü gündə, yəni bu anda həqiqətən gözləmirdim. Allah sizləri var eləsin, təşəkkür edirəm hər birinizə. Çox sağ olun, var olun. Allah ömrünüzü uzun eləsin. Həmişə bir yerdə olaq, bir-birimizin həmişə xoş günlərini, şən günlərini görək. Allah sizləri var eləsin. Allah bir daha millətimizi sızlatmasın, müharibə qorxusu ilə yüzə qoymasın. Allah heç bir qapıya bir daha şəhid adı gəlməsin, şəhid gəlməsin inşallah. Allah dövlətimizi, millətimizi, dövlət başçımızı, xalqımızı, bir də müzəffər ordumuzu qorusun inşallah. Ben de Simarə xanımı şəhid bacıları adından təbrik edirəm. Simarə xanım çox əzablı yollar keçib müharibədə, birinci vətən müharibəsində. Odur ki, mən Simarə xanıma indən belə Allah ne ömür veribsə sağlığına versin və gözəl günlər ona qismət eləsin ki, o çəkdiyi əziyyətlər yadından çıxsın. Təbrik edirəm, çox sağ olun. Sən çox qeyrətli qızsın, Qarabağın qeyrətli qızıdır. Xahiş edirəm, bir almışlar gəlsin. Ruhları sənə həmişə şəfayətçi olsun. Çox sağ olun. Allah sənə Çox sağ ol qadasına. Çox sağ olun. Allah utandırdınız məni. Allah hamd olsun. Ona görə soruşurum. Sənin əziyyətin var. Çox sağ ol, təşəkkür edirəm. Allah can sağlığı versin. Sən təbrik edirik. Hamımız təbrik edirik. Bütün qızlarımız, burada olanlar, olmayanlar da. Köməklər olsun, çox sağ Dəyərləsən. Elə bir sinif yoldaşı kimi yox, bir döyüşçü kimi. Millətinə xidmət etmiş. Təbrik edirik. İnsan istəyirdi ki, oturar. İnşallah oturar. Həmişə belə gözəl işlərdə, belə xeyir, ömürlərdə. Canı sağ olsun. Seva, sən durma, gələr Sima görüşərsən. hara. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Mən burada olmayacağım. Hər şeyə görə, verdiyi dəyərə görə təşəkkür edirəm. Sağ olun, var olun. Biz necə deyəmək bizlərdə belə? Buyur. Siman, Sabahları sənin doğum günündür. 55 il. Deyim sənə ki, zirvə ilidir. Artıq həyatın bütün çətinliklərin, gözəlliklərin dərindən başa düşdüyün ildir bacım. Çox əziyyətlər çəkirsən. Körpəlikdə bəlkə də yaxşı olur, həyatın gözəl olur. Müharibə dövrünə düşünsən. O əziyyətləri, o fəlakətləri, o dəhşətləri il-beyil keçirtmirsən. Allah sənə can sağlığı versin. 55 yaşdan sonra Allahın verdiyi ömrü sağlam, firavan, gözəl, xoşbəxt, ailənlə, balalarınla bir yerdə yaşayasan bacım. Gözəl günlərin indən belə çox olsun. O dəhşətləri, uçurumları, hər birini o övladlarının, ailənin sevinci ilə unudasan.
Amin. Var olasan. Sənə Allahdan sağlıqlı ömür dua edirəm. Gözəl bacımız Simarə, mən də səni təbrik edirəm. Sənə can sağlığı, sevinç dolu günlər arzulayıram. Sən bizim üçün qürur yerisən, biz sənə fəxr eləmişik, həmişə indi də fəxr edirik. Teşekkür ederim. Simarə can, qoy mən də bir kəlmə bir söz demək istəyirəm əzizim. Bu günü mübarək olsun canım mənim. Mən bir yerdə oxumuşdum və ona çox əminəm. Şəhidlərin zirvəsi uca olduğu kimi müharibə iştirakçıları, müharibədə iştirak edən qazilər olsun, veteranlar olsun, onların da zirvələri çox ucadır. Onlar yaşayan şəhidlərdirlər, yaşayan şəhidlərdirlər. Sən bu ağır və şərəfli yolu keçmiş bir insansan, sən bizim üçün çox dəyərlisən. Bundan sonraki həyatında balalarınla, nəvələrinlə, sevdiklərinlə bir yerdə ömür və bərəkət arzu edirəm. Can sağlığı arzu edirəm sənə. Arzu edirəm ki, Allah mütəal, Allah nə qədər sənə ömür veribsə, bu həyatında artıq heç bir çətinliklərlə üzə gəlməsən inşallah. Dünyan da, aqibətində, axirətində xeyirli olsun inşallah. Biz üçün çox dəyərlisən. Bir daha Mövlud günü mübarək olsun. Çox sağ olun. Teşekkür ederim. Var olun. Mən də sənə təbrik edirəm. Qızlar hamısını dedi. Sənə can sağlığı arzulayıram. Çox sağ olun. Mən də təbrik edirəm Simon. Neçə gözəl illərə çıxasan bacı, ailənlə, balalarla bir yerdə, nəvələrinlə bir yerdə. Çox sağ olun. Allah sizi Simon bacı, səni təbrik edirəm. Gözəl günlər gör, xoş günlər gör. Bəyən gözəl günlər sənin olsun. Sən bizim üçün döyüşübsən. Sən bizim üçün vətəndə iştirak edibsən, vətənimiz üçün, xalqımız üçün, millətimiz üçün. Bizim üçün eləyibsən, neynəmişsən? Haqqını da halal edin. Evlatlarınla, ailənlə, balalarınla bir ömür boyu xoşbəxt yaşa. O xoşbəxtliyi sənə arzulayıram mən bacım. Amin, amin. Çox sağ olun. Simanın səni təbrik edirəm. Sənə əsas can sağlığı arzulayıram. Gözəl işində uğurlar arzulayıram. Çox sağ olun. Uşaqlarının xoş günlərini görüb həmişə sevməsin. Çox sağ olun. Hamınızın sağ olun, hamınıza minnətdarlığımı bildirim. Çox sağ olun. Allah istibar eləsin. Allah köməyiniz olsun. Sağ olun. Var olun. Sağ olun. Sağ olun.